Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Qışa hazırlıq davam edir. Göyəm sezonunda göyəm mürəbbəsinin üz qabığı çatlamadan, əzilmədən, rəngi itmədən necə hazırlanıb gəlin birlikdə izləyək. 5 kiloqram göyəmi saplağından ayırıb, axar suyun içərisində tərtəmiz bir neçə dəfə yudum. Kürdan vasitəsilə göyəmlərin hər tərəfindən deşdim. Əgər istəsəniz, çəngəllə də deşə bilərsiniz. Bunu da etməyimin səbəbi oydu ki, şirə içərisinə dolsun və üz qabığı çatlamasın. Bunu da qeyd edim, xanımlarınız özü də bilir. Göyəmlər bərk olmalı. Yumşaq göyəmin mürəbbəsi tez əzilir. Bu cür hazırlıq qurtardıqdan sonra kənarda 5 kiloqram göyəm, 5 stəkan su, 5 kiloqram da şəkərdən istifadə etdim. Mən 5 kiloqram şəkər tozunun içərisinə, mürəbbəni bişirdiyimin ləyənin içərisinə 5 stəkan su töküb şərbəti qaynatdım. Şərbət soyuyandan sonra tam gözlədim, şərbət soyudu. Sonra göyəmləri onun içərisinə əlavə etdim. Göyəmlərin özünün də şirəsi çıxmışdı. Ocağın üzərinə qoydum. Ocağın altını vamxodda bişirməyə qoydum. Mürəbbələr bişib qurtardıqdan sonra mən sonda üzərinin kəfini yavaş-yavaş qaşıq vasitəsilə, mətbəx salfetka vasitəsilə tərtəmiz yığdım. Bunu da qeyd edim ki, ilk növbədə qaynayanda üzərinin kəfini əl atmayın. Çünki suyu da tez qurtarır onda və şirəsində kəpik aparır. Bütün mürəbbələrin hamısının üzərinin kəfini nə qədər təmiz olsa, o qədər qızqırma vermir. Artıq mürəbbəmiz hazır oldu. Gördüyünüz kimi dən-dən, rəngi itmədən, çox da gözəl ətirli idi. Göz haqqınızı halal edin. Allaha əmanət olun. Allah hər kəsin evinə ruzulu bərəkətli eləsin. Hər birinizə təşəkkürümü bildirirəm.